1895-ci ildə William Morgan tərəfindən voleybol yaradılır və William Morgan tenis setkası açır, hündürlüyü 198 sm və onun şagirdləri başlayırlar o tenis setkasından basketbol topunun kamerasını bir-birinə ötürməyə. Və bu oyun əvvəl adlanır internet oyunu. İnternet. 1906-cı ildə bu oyunun adı dəyişilib olub voleybol. 1947-ci ildə voleybol federasiyası yaradılır. Beynəlxalq Voleybol Federasiyası 1947-ci ildə. 1948-ci ildə Avropa çempionatı keçirilir. Və Avropa çempionatı İtaliyada keçirilir və Çexoslovakiya komandası qalib gəlir. 1949-cu ildə qadınlar arası Avropa çempionatı keçirilir. 1948-ci ildə kişilər arası Avropa çempionatı keçirildi. Və 1949-cu ildə qadınlar arası Avropa çempionatı keçirilir və Avropa çempionatı keçirilir Çexoslovakiyada və SSR komandası qalib gəlir. 1949-cu ildə həmin ildə dünya çempionatı təşkil olunur kişilər arası. Yenə Çexoslovakiyada və SSR komandası qalib gəlir. 1952-ci ildə dünya çempionatı qadınlar arası təşkil olunur və SSR-də SSR komandası qalib gəlir. 1952-ci ildə. 1964-cü ildə Olimpiya proqramına daxil olunur. Bu Olimpiyada keçirilir Tokyoda. Və kişilər arası SSR komandası qalib olur, amma qadınlar arası isə ikinci yerə çıxırlar. Və bizim orada idmançımız olur Inna Ryskal. Inna Ryskal'da gümüş medal. 1968-ci ildə Olimpiyadada SSR komandası qalib olur, qadınların komandası. Inna Ryskal və Vera Levantropova qızıl medal qazanır. 1972-ci ildə yenə SSR komandası qalib olur. Yenə Inna Ryskal qızıl medal qazanır. 1976-cı ildə Olimpiyadada SSR komandası ikinci yerə çıxır. Və beləliklə Inna Ryskal'ın 2 qızıl medalı var, 2 gümüş medalı var. Azərbaycanda yaranma tarixi bunun başlayır 1926-cı ildən. 1992-ci ildə Azərbaycan Voleybol Federasiyası yaradılır və beynəlxalqın da üzvü olur həmin ildə, 92-ci ildə. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovdur. Meydan çəkisi. Meydançanın uzunluğu 18 metrədir. Eni 9 metrədir. 9 metrə. Və hər bir meydançada iki hissəyə ayrılır. Hücum və müdafiə olunan zona adlanır. Hücum zona 3-ün 9-adır, 27 kvadratdır. Müdafiə olunan zona 6-nın 9-adır, 54 kvadratdır. Müdafiə olunan zona, hücum zonunda 2 dəfə böyükdür. 2 dəfə böyükdür. Setkanın uzunluğu dirəkdən dirəyə 9 metrə yarımdır. Dirəyin hündürlüyü 2 metrə 55 santıdır. Və setkanın eni 1 metrədir. 1 metrə. Setkanın eni 1 metrədir. 1 metrə setkanın eni. Setkanın hündürlüyü qadınlar üçün 2,24-dür. Kişilər üçün 2 metrə 43 santimetrdir. 2,43.
Yandan azad zonu var. 5 metrədə azad zonu yandan. Arxadan isə 6 metre yarımdır azad zonu. Top. Topun çəkisi 260-280 qramdır. Çevrəsi 65-67 santimetrdir. 5-67 santimetrdir. Topun çevrəsidir. Oyun oynanılır minimum 3 set, maksimum 5 set. Birinci set, ikinci set, üçüncü set, dördüncü set ve beşinci set. Beşinci set. Birinci set 25 xala kimi oynanılır. 25. İkinci setdə 25 xala kimi. 3 25. Dördüncü set 25 ve beşinci set 15 xala kimi. Və 2 xal fərqi ilə oyun bitməlidir. İlk 3 seti qalib gələn 4-cü, 5-ci set oynanır. Nümunə kimi deyək. 25-23 olmalıdır. 25-23. 25-23. Əgər 25-25 olsa, o zaman qalxır 27-yə kimi. 27-yə kimi. 27-yə kimi. Və 27-27 oldu, qalxır 29-a kimi. 29-29 oldu, qalxır 31-ə kimi. 2 xal fərqi ilə oyun bitməlidir. 5-ci setdə də həmçinin. Olmalıdır 15-13. 2 xal fərqi ilə oyun bitməlidir. Birinci oyun başlayanda püşqatma olur. Oğlum ki, püşqatma atılır birinci setdə. Deyək, A komandası qalib gəldi. Onda ikinci setdə başlayacaq B komandası. Üçüncü setdə yenə A komandası. Dördüncü setdə yenə B komandası və beşinci setdə püşqatma atılır. Püşqatma atılır. Püşqatma atılır. Setlər arası fasilə 3 dəqiqə verilir. 3 dəqiqə setlər arası fasilədir. 3 dəqiqə. 3 dəqiqə. Time-outlar. Time-out nə vaxt verilir? Time-out top oyunda olmayan zaman time-out verilir və time-outun müddəti hər setdə 2 time-out götürmək olur. 30 saniyə, 30 saniyə. 30, 30. 30 saniyə, 30 saniyə time-outları müddətdir. Ümumilikdə 10 dənə time-out götürülür. 5 dəqiqə. 5 dəqiqə. Ümumilikdə. Oyun necə başlanılır? Püşqatma ilə başlanılır. Dediyi oyun püşqatma ilə. Və oyuncuda bir komandanın heyətində 14 oyuncusu olur. 14 oyuncusu olur. Onun beynəlxalq yarışlarda 14'dür. Onun 6'sı əsas olur. Qalanı isə ehtiyat olur. Ehtiyat oyuncular olur. Oyuncuların nömrələnməsi 1-dən 20'ye kimi olur. Və oyuncuların yerləşdirilməsi. Oyuncuların yerləşdirilməsi saat əqrəbin əksinə olur. Nümunə kimi 1 nömrə oyuncusu, 2 nömrə oyuncusu, 3 nömrə, 4 nömrə, 5 nömrə və 6 nömrə oyuncusu. Oyuncuların da ampulaları var. Belə bir oyuncular var. Top paylayıcı oyuncusu. Top paylayıcı oyuncusu pas ötürən oyuncusu. İkinci pası ötürür, o adlanır top paylayıcı. Var libero. Libero azad bir oyuncusudur. Libero. Diaqonalçı var. Diaqonalçı deməli ikinci tərəfdəki olanlar diaqonalçılardır. Diaqonalçılar. Hücumçu var. Hücumçu oyuncu var. Blokçu var. Blok qoyan oyuncu. Blokçu adlanır. Bu oyuncuların ampulaları. Yer dəyişmə necə baş verir?
Yerdəyişmə saat dəqiqəmin istiqamətinə olur. Yerdəyişmə o vaxt baş verir ki, əgər rəqib xal itirdisə, onda yerdəyişməni bu komanda edir və servisə bu komanda edir, bu servisə komanda edir. Servisi həmişə bir nömrəli oyunçu, zonaya gələn oyunçu servisi arxa zonadan edir, azad zonadan. Və servis edilən zaman, ötürmə zamanı 8 saniyə ərzində servis edilməlidir. Atdı yuxarı, ya qolun bilək tərəfdən, əl tərəfdən vurmalıdır. Bir toxunuşdan. Anladıcı manevr etmək olmaz. Servis edən zamanı topu çiləyə bilər oyunçu və yuxarı atıb vurmalıdır. Və servis edilən zamanı əgər hakim fit verməyibsə, onda servis təkrar edilir. Servis atılmanın zonası eni 9 metrdə, arxadan 6 metrə yarımdır. 6 metrə yarım. Servis edən zamanı bu üst xətti tapdalamaq olmaz. İcazə verilmir. Əgər tapdaladısa, o zaman hal verilir rəqibə və rəqib oyunu başlayır. Ötürmə zamanı, servis edilən zamanı top torun yuxarı səviyyəsindən dəyib keçsə, o zaman oyun davam edir. Amma tora dəyib qayıtsa, davam etmir servis edilən zamanı. Antena. Bu antenadır. Antena. Antena nə üçün lazımdır? Onun üçün lazımdır ki, topun oyunda olmağını bildirir antena. Əgər top oyuna dəydirsə, çıxmış sayılır. İki antena arasındakı məsafə 9 metrədir. 9 metrədir. İkili toxunuş etmək olmaz. Dalbadal toxumaq olmaz. İcazə verilmir. 3 toxunuşdan artıq komanda etsə, o zaman qayda pozuntusu sayılır. Qayda pozuntusu sayılır. 3-cü toxunuşdan top ötürülməlidir rəqibin sahəsinə. Və nə vaxt 4 toxunuş etmək olar? O vaxt etmək olar ki, blok qoyuldusa, blokdan sonra 3 toxunuş etmək olar. Blok elə bir ki, toxunuş sayılmır. Tüm bədənin nahiyəsi ilə oynamaq olur və ayaqla nə qədər istəsə oynaya bilər, məcburiyyətdə yalnız ayaqla oynamalıdır. Ayaqla çiləmək olmaz. İcazə verilmir ayaqla çiləmək və ötürməlidir. Onun ki, mən ötürdüm ayaqla başqa bir oyuncuya, başqa oyuncu mənə ötürə bilər. Bəli, o zaman 3-cü toxunuşdan sonra mən ötürməliyəm rəqibin sahəsinə. Dalbadal toxuna bilmərəm. Tüm bədənimin nahiyəsi ilə oynaya bilərəm oyunda. Voleybol oyununda. Libera. Libera 6 nömrəli oyuncudur. 1, 2, 3, 4, 5, 6. Yerdəyişmə edilən zaman 1 nömrə keçir 6-ın yerinə, 6 keçir 5-in yerinə, 5 keçir 4-ün yerinə, 4 keçir 3-ün yerinə, 3 keçir 2-nin yerinə və 2 keçir 1-in yerinə. Əgər libera 4-cü zonaya gəldisə, o zaman yandan buradan çıxır. Çıxmalıdır. Və başqa oyuncu onun yerinə daxil olur. Yerdəyişmə baş verəndə libera keçir arxa zonada. Libera yalnız arxa zonada oynayır. Libera kapitan ola bilər. Hücum zərbəsi vura bilməz libera. Tullanıb hücum zərbəsi vura bilməz. Libera arxa zonadan topu qəbul etməlidir. Ön zonaya keçə bilər. Onu gedə-gedə keçə bilər. Libera, tutalım ki, top torun yuxarı səviyyəsindədir. Top torun yuxarı səviyyəsindədir. Və libera barmaqlarla topa toxundusa ön zonada, o zaman onun oyuncusu gəlib tullanıb vura bilməz.
sadəcə olaraq skipkinə ötürməlidir, pasla ötürməlidir. Çünki hücum zərbəsi vursa, bu qayda pozuntusu sayılır. İcazə verilmir. Top torun yuxarı səviyyəsində olan zamanı gəlirsə, birliyi belə arxa zonada onu qəbul edirsə, hücum zərbəsi edirsə, bu qayda pozuntusudur. Top torun yuxarı səviyyəsinin aşağıda olanda hücuma keçə bilir libera. İcazə verilir. Hücum zərbəsi digər oyunçular nə vaxt vura bilir və yaxud da vura bilmir. Ya da bunu saxlayın. Əgər oyunçu öz zonasında dayanıbsa və top torun yuxarı səviyyəsinə gəlirsə, bu oyunçu hücuma keçə bilir. Amma ön zonaya keçə bilməz. Əgər top torun yuxarı səviyyəsinə gəlirsə və bu oyunçu keçir ön zonaya, arxadakı oyunçu ön zonaya, hücum zərbəsi vurur, onda buna icazə verilmir. O vaxt icazə verilir ki, əgər üçlük xətti hava atışı ilə kullanıb toxunsa, hücum zərbəsinə keçsə, onda icazə verilir. Və növbəti, ön zonada əgər top yuxarı səviyyədən gəlirsə, torun yuxarı səviyyəsinə gəlirsə, o zaman toxuna bilərlər, hücuma keçə bilirlər ön zonada. Hücum zərbəsi ötürmədən və blokdan başqa bütün elementlər hücum zərbəsi adlanır. Ötürmədən və blokdan başqa. Servis edilən zamanı bloklamaq olmaz. Blok qoymaq olmaz ön zonunda. İcazə verilmir. Hansı bir alətlə topa toxunmaq olmaz. İcazə verilmir. Setkiyə toxunmaq olmaz. Baxın, setkiyə toxunmaq olmaz. İki antena arasındakı setkiyə toxunmaq olmaz. Nə vaxt setkiyə toxunmaq olar? Əgər baxın, torun aşağı hissəsi tərəfdən toxundusa, onda qayda pozuntusu sayılmır o zaman. Amma aşağı yuxarı tərəfdən toxundusa, bu qayda pozuntusu sayılır. Və qayda pozuntusu edildisə, bir xal verilir rəqibə və rəqib oyunu başlayır. Servis edilir rəqibə. Bu orta xəttdir. Bu orta xətti tapdalamaq olar. Hətta keçmək də olar. Sadəcə olaraq, əgər sən rəqib komanda yoldaşına maneəsiz törətmirsənsə, o zaman keçə bilərsən. Amma maneəsiz törədirsən, bu qayda pozuntusudur. İcazə verilmir. Bu xətt orta xəttdir. Maneəsiz törətmirsənsə, qayda pozuntusu deyil. Amma maneəsiz törədirsənsə, bu qayda pozuntusudur. Amma tapdalaya bilərsin bu orta xətti. Amma keçməmək şərti ilə. İki antena arasındakı tora 9 metrəlik dediyimiz kimi tapılmaq olmaz. Amma dirəklə antena arasındakı bu tora toxuna bilərsin. Çünki o meydançaya aid deyil o zona. Aidiyyəti yoxdur o zona meydançaya. Top oyunda olmayan zamanı, bəli, onda tora toxuna bilərsən. Onda mümkündür tora toxunmaq. Libera servis edə bilməz. Bunu yadda saxlayın. Libera servis edə bilməz, amma kapitan ola bilər. Əvəz edilmə. Əvəz edilmə bir setdə 6 əvəz edilir. 6 nəfər əvəz edilir bir setdə. Ümumilikdə 5 set oynanılır. Deməli, 5 set oynanılırsa nə qədər əvəz etmək olar? Onda 30. Ümumilikdə hamısı bir yerdə 30. Və bir oyuncu bir dəfə əvəz edildi və növbəti dəfə öz yerinə qayıtmalıdır. Bir dəfə əvəz edilirsə, növbəti dəfə öz yerinə qayıtmalıdır. Həmin
pozisiyada harda əvəz edilibsə, ora qayıtmalıdır. Əvəz edilmə. Və 6 oyunçu, yəni tutalım ki, birinci setdə əvəz edildi və bir oyunçu zədələndi. Zədələndisə, o zaman istisna hal kimi bir oyunçu da dəyişə bilərsə, istisna hal kimi. Və sən bir nəfəri dəyişdinsə, o zaman 8-ci olsa, bu qayda pozuntusudur. Mütləq meydanda 6 oyunçu olmalıdır. 6 oyunçu olmalıdır. Və 6 oyunçu olmasa, o zaman texniki məğlubiyyətdir. Məğlubiyyət sayılır. Tutalım ki, belə deyək, A komandası və B komandası oynayır. A və B komandası. Hesab 2-2-dir. 2-2-dir. 23 hal A komandasındadır və 15 hal B komandasında. Və A komandasında deyək, 5 oyuncu qaldı. 5 oyuncu qaldı. Onda bu məğlubiyyətdir. O zaman hallar verilir B komandasına və setin də qalibi B komandası olur. O zaman qalib olur B komandası. B komandası. Oyun hətta başlayanda da 5 nəfər olmasa, o zaman hesab belə qeyd olunur. 25-0 yaxud da 3-0. Protokol da 25-0, 3-0, 3 hal verilir qalibə, məğluba 0 hal verilir. Mütləq 6 nəfər olmalıdır ki, oyun davam etsin. 5 nəfər olsa, oyun davam etmir. Kartlar necə verilir? Birinci, sarı kartdır. Xəbərdarlıq. İkinci kart qırmızı kartdır. Bu oldu sarı kart. İkinci qırmızı kart. Qırmızı kart o vaxt verilir ki, oyuncu kobudluq etdi. Birinci kobudluğa görə qırmızı kart verilir. Qırmızı kart. Bir hal verilir rəqibə və rəqib oyunu başlayır. Əgər qırmızı və sarı üst-üstə qoyulub belə verilsə, o zaman təhqir edici hərəkətə görə oyuncu setdən uzaqlaşır. Və yaxud da ikinci kobudluq hərəkətə görə. Amma sarı ilə qırmızı ayrı-ayrı verilsə, onda ümumiyyətlə meydanı tərk edir, diskvalifikasiya edilir. Ya da ikinci təhqir edici və yaxud da üçüncü kobudluğa görə qırmızı və sarı ayrı-ayrı göstərilir. Servis edən zamanı oyuncular əllərini başından yuxarı qaldıra bilməzlər. Başdan qulaq ardından, belə qulaq səviyyəsində əllərini tutub saxlamalıdırlar. Servis edilən zamanı maneçilik, elə bir ki, biraz topun görünüşünü kəsmək istəyirlər. Tam qaldırsalar, ümumiyyətlə topun görünüşünü kəsəcəklər. Onda zaslon oldusa, hal verilir rəqibə, rəqib oyunu başlayır. İcazə yoxdur zaslon etməyə. Servis edən zamanı top hansısa bir antenə dəydi, tavana dəydi, onda çıxmış sayılır. Oyuncular tutalım ki, top azad zonaya gəlir. Azad zonaya gəlsə, bu oyuncu çıxıb buradan topu qaytıra bilər öz sahəsinə, əgər üç toxunuş olmayıbsa. Çünki istəmir də out-a getsin. O səbəbə görə azad zonadan çıxıb qaytıra bilər topu. Mümkündür. Qalib necə olur? Hesab əgər 3-0
0, 3, 1 olsa hesab qalibə verirlər 3 xal, məğluba 0 xal. Hesab 3, 2 bitsə qalibə verirlər 2 xal, məğluba 1 xal verirlər. 1 xal verirlər. Bunlar xalların verilməsidir. Necə xallar verilir? Qalibə, məğluba. Yer dəyişmə nə vaxt baş verir? Hər setin sonunda komandalı yerlərini dəyişirlər. Və 5-ci setin 8-ci xalında komandalar yerlərini dəyişirlər. 5-ci setin 8-ci xalında. Blok. Blokda minimum 1 nəfər, maksimum 3 nəfər olur. Blok servis edilən zaman blok etmək olmaz. Blok nədir? Əllər yuxarı qaldırılır və top geriyə qaytarılır. Bu 1 nəfər və yaxud 3 nəfər bunu edə bilər. Maksimum 3, minimum 1 nəfər. Bu oldu bizə blok. Bu zona əvəzedilməz zonasıdır. Baxın, bu zona əvəzedilməz zonasıdır. Əvəzedilməz zonası. Buradan əvəzedilməz zonasında libera çıxır, digər onası daxil olur. Əvəzedilməz zonası bu zona. Növbəti. Deməli, servisi dedik, nə qaldı burada?